Salam dəyərli müştərilərimiz, dəyərli Beston kanal izləyiciləri. Xətai rayonu Nacilə dairəsinin yaxınlığında 15 mərtəbəli yeni tikili binanın 6-cı mərtəbəsində bir otaqdan 2 otağa düzəlmə bir mənzillə sizi tanış eləyəcəm. Mənzil təmirdən yeni çıxıb, təmirdən sonra yaşayış olmayıb. Təmirdə keyfiyyətli materiallardan istifadə olunub. Mənzil Nacilə dairəsi yaxınlığındadır. Neyrocərrahiyyə xəstəxanasının arxa tərəfinə düşür. Kompleksin geniş həyəti var, qapalı həyətdir. Gəlin mənzilin proyekti ilə tanış olaq. Mənzilin giriş qapısıdır. Giriş qapısından solda sanitar qovşaq yerləşir. Mənzildə təmirdən sonra yaşayış olmayıb. İstilik sistemi mərkəzidir. Bura qonaq otağıdır və qonaq otağının baş tərəfində ara kəsmə ilə mətbəx yığılıb. On 15 mərtəbəli binanın 6-cı mərtəbəsindədir, çıxarışlıdır, ipotekaya yararlıdır, istilik sistemi mərkəzi pol laminatdır, təmirdən sonra yaşayış olmayıb, ümumi sahəsi 51 kvadrat metrdir. Bura yataq otağıdır. Gəlin eyvandan, ərazi ilə tanış olaq. Əvvəl kompleksin həyətinə baxaq. Qapalı həyətdir. Binanın yeraltı qarajı var, həyətdə maşın saxlamağa icazə verilmir. Gördüyünüz bu bina neyrocərrahiyyənin binasıdır və binanın arxa tərəfi Nacilə dairəsidir. Yerləşmə yeri çox gözəldir. Bu da kompleksin xarici görünüşü. Eyvanda belə bir plastik şkaf yığılıb. Kompleksin özünün mərkəzi istilik sistemi var və hal-hazırda işləkdir. Kvadratda 2-yə getmiş balaca bir dəhlizi var. Demək olar ki, 51 kvadrat bu proyektlərdən bu formada tapmaq çətindir. Qonaq otağı da genişdir, mətbəx də qonaq otağının baş tərəfinə yığılıb. Ətraflı məlumat və mənzilə baxış keçirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, çıxarışlıdır, ipotekaya yararlıdır. Təşəkkürlər.